Dünən 15 fevralda Bakıda 35 manatlıq balı 15 manatdan satış edəcəyimi demişdim. Sözsüz ki, videoda da qeyd eləmişdim ki, 100-120 kilogram arasında bal gətirəcək, onu satış edəcək. Yəni bizdə 500 kilo 1 ton balımız olmayacaq. Deməli biz gətirdik Bakıya balı söz verdiyimiz kimi. Söz verdiyimiz kimi səhər saat 9-dan balı satış etməyə başladıq. Ben bunun açıklamasını niye size verirəm? Çünkü mənə o kadar zənglər gəlib mənə acıladılar ki, sən yalancısan, sən nə bilim maşenniksən, cəmaatı yalandan yığmısan bura. Yəni bunu izah eləmək istəyirəm. Xahiş edirəm, diqqətlə qulaq asasınız. Bir də ki, bu 15 manatlıq bala görə zəng eləməyəsiniz. Çox xahiş edirəm sizdən. Bu qutarıb, bu söhbət yoxdur daha. Deməli, səhər saat 8-dən artıq gördüm ki, 3 nəfər, 5 nəfər artıq insanlar oraya yığılmağa başladı. Deməli 9'un yarısına bir 50 nəfər, 100 nəfər insan gəldi. İnsanlar çox xahiş elədilər ki, dedilər ki, qardaş balı ver, soyuqdur, soyuqdan burada donuruq, biz çıxıb gedək. Həqiqətən mənim də ürəyim ağrıyırdı. Orada olan xanımlar, yaşlı insanlar o küləkdə, o soyuqda səhər-səhər gözləyirdilər ki, balı götürələr. Deməli mən onu vermədim. Nə yaxşı ki vermədim səhər 9 olmadan. Çünki 9 olanda artıq 300'ə yaxın insan oraya yaxınlaşdı. Bizdə isə vur tut 100-120 kilogram civarında bal var. Bunu da qeyd eləmişik bəri başdan. Mən 9 olmamış balı versəydim, təzə gələn insanlar bizim həqiqətən yəni ki yalancı olduğumuzu görəcəkdilər ki 9 olmamış balı verib çıxıb getmişik. Bu artıq yəni düz çıxmır bu hərəkət. 9 olmasını məcbur şəkildə gözlədik. Balı başladıq saat 9'da təhvil verməyə, insanlara satış eləməyə. 35 manatlıq balı yenə deyirəm yardım məqsədi ilə 100-120 kilogram civarındaydı bizim nəzərdə tuttuğumuz. Ondan 1 kilo artıq olmayıb bizim yəni sizə satış etmək üçün. Deməli o balı verdik, yarım saat çəkmədi, balımız qutardı. Və orada da 200'dən çox insan balsız qaldı. Yəni bizdə də o bütçə yoxdur ki, ayrı o insanlara 15 manata bal verək. Mən bunu etmişdim ki, bəzi imkanı çatmayan insanlar ala bilsin 15 manatdan. 1 kilo biz göndərmirik. Dedim ki, 1 kilonu yaxınlaşıb alın, özdə 15 manatdan alın. Sahur yeməyində, Ramazan ayında da sizin də süfrənizdə bal olsun. Deməli burada ən acınacaqlı nədir? Deməli 7 kilo gördüm ki, bal qalıb. Baxdım qutuda 7 kilo bal qalıb, amma burada 200'dən çox insan var. Balın da çox hissəsini kişilər apardılar. Yəni qadınlara imkan vermirdilər ki, balı götürsünlər. Fikirləşdim ki, bu 7 kilonu mən kimə verim ki, insanları razı salım? Hər kəs yəni ki, xahiş eləyir ki, bizə bal ver. Hər kəs deyir ki, bizim ehtiyacımız var, evdə xəstəmiz var, imkan çatmır, bal lazımdır. Yəni daver edirlər, güvənirlər ki, məndə 15 manata saxta bal yoxdur. Yəni 15 manata verəcəyim bal, yaxşı bal verəcəyimi bilirlər. Çünki onlar məni çoxdan izləyirdilər. Belə çıxmasa sıradan bir insan gəlsin 15 manata bal çıxarsın, baxım görüm satabilirmi? Sözsüz ki sata bilməz. Bilirlər ki mən pis bir şey verməyəcəm. Nəsə sözüm onda deyil. Deməli fikirləşdim bu 7 kilonu kimə verim? Gördüm ki orada da insanlar çoxdur. Bəzi xanımlar gördüm ki hicablı xanımlar var. Fikirləşdim ki hicablı xanımlar, başı bağlı olan hicablı xanımlar oruç tutmaq ehtimalı çox olduğu üçün bu 7 kilo balı onlara verim. Çünki 6-7 nəfər idi həmin xanımlarda. Yəni bunu mən Ramazan ayı münasibəti ilə etmişdim. Sahur yeməyində istifadə etmək üçün etmişdim. Videoda da o cür qeyd eləmişəm mən onu. O balı dedim ki, gəlin bu balları 7 kilo bal qalıb. Bunu hicablı qadınlar üçün verək. Hər kəsə verəcək qədər yoxdur. Yəni ən azından bunu edək ki, biz onlar istifadə eləsin bunu sahur yeməyində. Biz o balı verdik, orada çox sayda insanlar onu pis qarşıladılar. Əsas da hicabsız olan xanımlar onu özlərinə təhqir kimi gördülər. Xeyr, sizi təhqir etmək istəmərəm. Mən kiməm ki, mən sizi təhqir edim? Mən sadəcə olaraq, yəni başqa bir variantın, başqa bir çıxış yolum yox idi. Yəni mən onu etmək artıq məcburiyyətində idim. Yəni başqası, onsuz da siz incəyəcəktiniz məndən. Yəni o bal çatmayacaq idi. 200 nəfərdən 7 nəfərinə mən onu versəydim, yenə də o yerdə qalan 193 nəfər məndən incəyəcəkdi. Ona görə çalışdım ki, hicablı xanımlara verim. Başqa məqsəd burada olmayıb, mənim əzizlərim. Başqa məqsəd olmayıb. Bir xanım mənə zəng elədi, dünən mən Zaqatalaya qaydanda dedi ki, siz bəri başdan videoda niyə deməmisiniz ki, balı hicablı qadınlara veriləcək? Mənim anam neçə kilometr yol gəlib uşaqla bir yerdə, ona bal çatmayıbdı və əsəbi halda geri döndü ki, bal ancaq hicablı qadınlara paylanılırdı deyə. Xeyr, elə bir şey olmayıbdı. Səhər saat 9'dan balı təhvil götürən hər bir qadınlar, hər bir kişilər görüb ki, biz elə bir söhbət orada etməmişik. Sadəcə axırda 7 kilo bal qalıb onu həmin xanımlara biz vermişik. Allah inşallah ki bizə imkan verər.
Gələn illi o qədər balımız olsun ki, dua edin. Sizə 100 nəfərə yox, 500 nəfərə, 1000 nəfərə biz həmən qiymətə 15-20 manata bal verə bilək. Siz dua edin, siz WhatsApp'ta yazıb məni acılamayın, zəng edib məni söyməyin. Nə qədər insanlar oldu həqiqətən. Xanıma da mən bunu deyim ki, xanıma da mən başa saldım, sağ olsun, çox gözəl, danışığını bilən bir xanım idi. Mən ona izah elədim, o da başa düşdü o hicab məsələsi nə idi. Anasına da inşallah ki, ümid edirəm onu başa salıb. Amma o xanımdan digər, başqa insanlar oldu ki, zəng eləyən həqiqətən daha mən heç bir kəlmə söz deyə bilmədim. Sadəcə qulağımda tutub telefonu qaldım ki, neyi var acıladılar ki bizi sen bura neye göre getirmişsen biz hardan hara xırdalandan bura gelmişik. Ama bilmirlər ki 1 kilo balı 15 manata vermək üçün 350 kilometr Zakataladan Bakıya gelmişəm. Yani Bakıdan en uzak düşen rayonlardan biri Zakataladır. Ben o kadar yol gelmişəm, bunu sizin gözünüze sokmaq üçün demirəm. Sadəcə olaraq izah etmək istəyirəm ki, yəni mən də az yol gəlməmişdim də, mən də bunu sizin üçün gətirmişdim.